Pəncəliyə milli qəhrəman adı verməklə qızların orada peyda olmağı bir oldu. Və biz Qabil Türkoğlu burada açdıq. Dedik ki, ay millət, Xəzər geri çəkilir. O boyda milyardlar qoydular, qaldı. Sibriz qalır quruda. Və gedirlər cənub bölgəsində dərin yerlər varmı? Bəzi bölgələr diqqət çəkən bölgələrdir. Xüsusilə orada İstanbul'da böyük bir çayın dənizə qarışan bir yeri. Orada hətta dəniz çəkilsə də traktorlarla qazıb böyük bir çayın, dənizin böyük bir hissəsini yenə də su qovuşan yarada bilərlər. Yenə də Titanik kimi bir şey, yaratdıkları bir şey suyun içində qala bilər. Sibrizin bir hissəsini, yəni filialını cənubda Talış bölgəsində bu qəhvəxananı açmaq üçün qızlar getdi. Və Talış xalqının da onayını almaq üçün Talış xalqının qəhrəmanına 9 il sonra milli qəhrəman verib evinə gecə girdilər. Bütün rayon 10 minlərlə adam hərəsi bir və ya bir neçə şikayətdən cumacıydılar üstünə. Ona görə tülkü kimi gizdin dal deşikdən girdilər. Sən demə, burada bir incə məqam var. Bəziləri deyəcək ki, Talış xalqının içində o qəhvəxananı aça bilməzlər. Mən də deyirəm, sizdən razıyam. Amma bir zamanlar biz düşünə bilərdikmi ki, Bakının qəhrəman kətlərinə bir ağsaqqalın sözündən hamısı ölümə atılan Nərdaran kimi kəndində gəlib Sibriz Nərdaran açacaqlar. Düşünərdinizmi? Yox. Sizə bir sir açın mı? Bax, indi gəldik Zurranın zırt dediyi yerə. Onunla əlaqəli gör sənə deyəcək. Sən demə. İlham Əliyev düşünür ki, yeni hökumət kim gəlsə də İsraili sevəcək. Ona görə də milyardlarla pul qoydular Nərdaran Sibrizə, batırdılar. Nə qumar oynamağa hansısa bir petuq gəlir, adicə kimsə çinməyə də getmir. İndi neynirlər? Mossada masonlara yaxın olan ravilərin adına, yəni bilirsiniz də, Eminin qohumları bir hissəsi Yahudidir. Yahudilərin adına Sibriz filiallarını açırlar. Sibriz Mingəçevir, Sibriz Lənkəran söhbətindən qabaq ayın 16-sında İlham Əliyevin qızı Leyla Əliyeva, Prezident İlham Əliyevin, əli qanlı diktator İlham Əliyevin tapşırığı ilə xalqı aldadaraq, Mingəçevir sakinlərini aldadaraq, güya Mingəçevir gölünə balıq tökür adı ilə, bilirsiniz Mingəçevir su anbarı. Orada Leyla Əliyeva gəlir, bütün Mingəçevir gölünü, su anbarını nəzarətdən keçirir. Çəkilişlər və bilirsiniz də, indi bunu Leylanı bir dəli, cinlərlə əlaqəli ideya sahibi kimi tanıyırlar. Zaten bu ailənin hamısı xiyardır. Noyabr ayının 16-sında tam cənub səfərindən bir həftə qabaq, birinci buxtadan, orada dağların arasında birinci buxta, ikinci buxta zad deyirlər, çinməyə zada, o balıq saxlamağa, o ad qoyublar da, o Mingəçevir gölünür, o hissələrə bölüblər. Birinci buxtadan Leyla Əliyeva balıq tökürəm adı ilə gəldi, Mingəçevir gölünü tam nəzərdən keçirdi, özdə mütəxəssislərlə gəldi. Və Leyla Əliyeva lazım olan mütəxəssislərdən lazımı baxışları keçirəndən sonra Sibriz Mingəçevir açmağa qərar verdilər və Leyla Əliyev gedəndən sonra ayın noyabrın 17-sindən orada yaşayan, həmin bölgədə yaşayan Kəlbəcər Ağdam qaçqınlarını vaxt verdilər, təcili buranı tərk edin, sizə Ağdərədə, baxın ha, sizə Ağdərədə yer ayrılıbdır, siz təcili ora köçüləcəksiniz, burada Sibriz tikilir, burada otellər tikiləcək. Baxın ha, Leyla gedən günü səhəri. Birisi də Mingəçevirdən olanlar bilir, bax deyirəm sizə. 4 yol. Bax bizə, bax bu körpü. Mingəçevir körpüsü, birisi də o Kürün körpüsüdür. Üstündən keçir Kürün körpüsü. O körpünün, yəni Mingəçevirdə bu üzündə də bir biznes obyektləri qurulub, bu üzündə 4 bir qırağında, yəni yaxın dairədə. Eləmi? Elə. Burada bir otel var. Rusun vaxtda idmançılar zad qalan oteldir zaten. Mən orada yarışda olmuşam. Və xüsusilə o Qazaxa tərəf gedən Mingəçevir su anbarının, elə verin ki, anbar bax budur. Anbarın Şəkiyə tərəf olan istiqamətində. Baxın, Mingəçevir su anbarının nisbətən Şəkiyə tərəf olan istiqaməti, orada Rusun vaxtından qalma kotejlər var idi. Yəni domiklər var idi. Eyni zamanda o Qaradok evlərinə oxşayan, yəni belə deyək də, örükdən tikilmə. Taxtadan yox, örükdən tikilmə, balaca evlər var idi. Və Ağdam, Kəlbəcər qaçqınları orada özləri üçün yaşamışdılar, fermer təsərrüfatları qurmuşdular və ağzı o tərəfədə qoyunlarını zadı otarırdılar. Gəldilər, hamısına dedilər, təcili Leyla Əliyevanın xoşu gəldi, burada Xəzər dənizi çəkilir, Mingəçevir ki çəkilmir, Kür çayı orada olur, aydın məsələdir. Deməli, Sibriz Mingəçevir daha gözəl olar, elə deyilmi, çəkilmə ehtimalı yoxdur. Üstəlik, suyu duzlu deyil, şirindir, çox iş görmək olar, eləmi, ravilərin adına. Ağdərəyə köçməyi niyə deyirlər? Əsas məsələ burada. Bu məsələnin bir tərəfi, Sibriz, Lənkəran, Sibriz, Mingəçevir, ravilərin adına bir diqqət çəkən əsas məsələlərdən biri nədir? Bu adamlar deyir ki, biz niyə Ağdərəyə köçməliyik? Axı, mənim dədə baba yurdum Kəlbəcərdir, mən Kəlbəcərdən gəlmişəm. Bir hissəsi də deyir ki, mən Ağdamdan gəlmişəm, mənim dədə baba yurdum Ağdamdır, məni niyə Ağdama və yaxud Kəlbəcərə yox, məni Ağdərəyə köçürürsünüz? Birisi də o vaxtı Qarabağı 6 rayon yox, 5 rayon, həm 4 rayon eləmək məqsədi ilə bu Ağdərəni qoşdular ki, Tərtərə birləşdirdilər, Tərtərə o vaxtı. Ağdərə planda erməni üçün o qədər vacib əhəmiyyət kəsb eləmir. Erməni üçün vacib əhəmiyyət kəsb eləyən Xankəndi və başqa bölgələrdir.
Birbaşa çatdırırlar ki, Prezident İlham Əliyevə qız gəldi, ha, qız gəldi də, baxdı elədi, balıqlar da tulladı. Dedilər ki, Prezident İlham Əliyevin göstərişidir. Burada otellər zadar olacaq, hamınız çıxmalısınız. Bəs salam, sizə Ağdərə göstərişi verilibdir. Yaxşı, Kəlbəcərə, niyə görə Kəlbəcərə? Yox, ya Ağdama yox, niyə görə? Mən hərbçiyəm. Burada Ağdamı daha da gücləndirərək, zaten Ağdamlılar silahı yerə qoymurdular. Heydər Əliyev göndərdi qara paltarları, Ağdamlılar daldan güllələdi. Silahı yerə qoymayan hərbçilərin ailəsini çölə tökdürdü Bakıda və rayonlarda. Heydər Əliyev elədi bunu. Heydər Əliyev adamları qırdı daldan. İndi Ağdamlılara 16 nəfərə milli qəhrəman verməkdən sadəcə KGB'de bir şey var, KGB'şniki. Öldürdüklerine ad verirler. Öldürdüklərinin cənazəsinə birinci çatırlar KGB'şniklər. Hər neyse, değerli vətənlərin, Ağdamın güclü olmağı SSR vaxtında belə Ruslar Ağdamdan çəkinirdi. Ağdamın güclü olmağı arxa dayaq məntəqəsi kimi güclü olması İlhama səbəb eləmir. Gedək indi Zurnanın zırt dediyi yerə. Kəlbəcəri yandırdılar. Kəlbəcər pusat alev-alev yanır. Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıram. Söndürə bilmirlər. Niyə görə Kəlbəcəri yandırırlar? Keçilməz sıx meşələri niyə yandırırlar? Ermənilər hasant gəlsin deyə. Ermənilər hasant gələ bilsin deyə. Qardaşlar, bu qışın qış vaxtı niyə Kəlbəcər yanmalıdır? Niyə Kəlbəcərin meşələri yanmalıdır? Bəziləri meşə deyəndə belə bir təri başa düşər. Sıx meşədən gedir söhbət. Uzun illər dibi, o çırp-çırpı olan, keçilməz qayaların arxasında, qabağında olan meşələrdən gedir. Niyə yanmalıdır meşələr? Niyə bu Kəlbəcərlilər Kəlbəcərə yox, Ağdərəyə köçürülməlidirlər? Niyə Qarabağın Xankəndi daxil Qarabağ boş saxlanıb ermənilərin yolunu gözləyir? Deməli, ermənilər gələcək, Laçın, Kəlbəcər, Laçında insanlara ot yoldururlar. Niyə? Laçında keçiləri damın başında sahilər. Niyə? Çünki Laçın və Kəlbəcər koridor kimi ermənilərə veriləcək. Qarabağın, Xankəndi daxil Qarabağ ermənilər üçün qorunub, saxlanılır, hətta stadionuna qədər təmir ediliblər. Sadəcə nəyi gözləyirlər? İyun ayına qədər Paşinyan getməsini. Paşinyan gedəcək, yerinə Kaçaryan, Heydər Əliyevin xalası oğlu gələcək. Bax, onda qardaş olacaq Hayestan, Azərbaycan. Bax, belə olacaq. Budur planları. İlham Əliyevin adamları Kəlbəcər meşələrini kütləvi şəkildə yandırmasaydı, bunu televiziyalarda verərdi. Dayanmadan verərdilər. Flora və fauna məhv olur. Nəmin təbiət məhv olur, təbiət məhv olur, cəmiyyət məhv olur. Baxın, Türkiyədə xilas etmədən gələnlər, orada şov göstərib qızıl zinət əşyaları oğurlayanlar Kəlbəcər yanğını söndürəmirlər. Niyə? Çünki Kəlbəcəri özləri yandırıbdı. Kəlbəcəri ermənilər asanlıqla gəlsin deyə. Bilirsiniz də, meşədə biz də hücum eləyəsi deyilik ki. Biz hücum eləyəsiyik mi? Yox. Mən hərbçiyəm, bunu bilirəm. Biz hücum eləyəsi deyilik. Bu dəfə Paşinyan gedərsə, İlham istəyərsə, hansı şon istəyir, könlünün dərinliyində, çünki erməni qanı daşıyır, Kəlbəcərdən erməni hücuma keçəcək. Kəlbəcər erməniyə veriləcək. Demək ki, hücum edən qüvvəyə nə lazımdır? Açıq sahə lazımdır. Yəni, düzənlik yox ha. Sadəcə keçilə bilən, asant keçilə bilən sahə lazımdır sürətli hücuma keçməyə. Bir tərəfdən qayalar sürət kəsir, bir tərəfdən meşə massivi, meşənin içi bilirsə nədər çılpıdır. Bax, bura verir, hündür çılpı, yıxılmış ağaçlar, nə bilim nələr. Hamısını yandırırlar, təmizləyirlər. Zaten ermənilər atça gəlməyəcək. İlham Əliyev bir dənə Rusa bağlı generallar bir dənə susacaq. Dala əmr verəcək, erməni də qabağa gələcək. Tutardı getdi. Sonra ortaya çıxır. Kəlbəcər niyə qışın qış vaxtında yanmalıdır? Niyə Fövqəladə Hallar Naziri onu keçirə bilməməlidir? Ağaslara Sibrizindən qabaq, Mingəçevir Sibrizini də gözdən keçirmələri. Pusat orada köçək köçdü, hamını qaçırdırlar, hamını zorla dağıdırlar. Orada təxminən 20-30 ailə var. Həmən otellər tikiləcək yerdə 20-30 ailə var. Zaten bir əzələ bunları köçürsələr, dağlı biraz da genişlənəcək, daha böyük ətraf köçürüləcək. Baxın, İlham Əliyevin gətirdiyi xoşbəxtçilik budur. Ancaq evimizi başımıza yıxıb, arvadımızı, qızımızı zorlamaqdan başqa bunlar nə biliblər? İliyimizi çəkib, orqanlarımızı satmaqdan başqa. Uşaq pulu verməyib, cibimizdə çörəklə daşıyıb, böyüdüb, boya başa çatdırdığımız oğlanlarımızı qırıb öldürməkdən başqa, ölüsünün belə satmaqdan başqa, məktəblərdə satmaqdan başqa İlham Əliyev nə bilir? Sərhədləri bağlayıb, ölkəni dənizə həsrət qoymaqdan başqa xalqı İlham Əliyev nə bilir?